Salam, hər vaxtınız xeyir olsun. Bu videoda 2027-ci il 11-ci siniflərin imtahana düşəcək olan yeni inşa bölməsindən artıq 5-ci inşa nümunəsinə baxacağıq. İnşamız hazırdır, daha fərqli texnikalar istifadə olunub. Sonuncu inşamızdan gələcək zaman indiki bitmiş forma, feil sifət 2, modal feil, pasiv, who which ilə nisbə vəzi texnikalarından istifadə olunub. Keçək tərcüməyə. Birinci cümlədə mənim fikrimcə, in my opinion hər zaman əsasən yazdığımız. Mənim fikrimcə, deməli birinci cümlədə mübtədamız məktəb klublarıdır. Məktəb klubları şagirdlər üçün faydalıdır. Məktəb klubları olacaq school clubs. Mübtədanı yazdıq. School clubs. Məktəb klubları şagirdlər üçün faydalıdır. Yenə mübtədadan sonra hər zaman dediyimiz kimi xəbər gəlməlidir. Xəbərimiz burada hərəkət olmadığına görə, hərəkətsiz cümlə, dırdir şəkilçisi olduğuna görə is are-la təyin edəcəyik. Təbii ki, mübtədamız school clubs cəm olduğuna görə is yox, are verməliyik. School clubs are, məktəb klubları dırdiri verdik. Şagirdlər üçün faydalıdır. Təbii ki, faydalıdır şagirdlər üçün verəcəyik. Çünki xəbərə yaxın olan hissəcik are-ın yanında gəlməlidir. Necə ki, Azərbaycanda faydalıdır deyirik. Onlarda da dır, faydalı, yəni are əvvələ keçir. Faydalı useful-dur. Xəbərimiz demək olar tamamlandı. Qaldı şagirdlər üçün. Təbii ki, biz burada üçün şagirdlər verəcəyik. Üçün for-dur. Sözünlər hər zaman aid olduğu sözün əvvəlində gəlir. For students. In my opinion, school clubs are useful for students. İkinci cümləyə keçirik. Onlar faydalıdır. Burada faydalı sözü artıq birinci cümlədə də faydalı var. Belə olduqda təkrar sözə rast gəldikdə onu sinonimi ilə verin çalışın. Məsələn, birinci cümlədə useful verdik. İkinci cümlədə onlar faydalıdır, helpful verə bilərik. They are, onlar helpful. Helpful yəni yardım edən formada, yəni faydalının sinonimidir. Because, çünki hər zaman əsasən ikinci cümlədə çalışıram because-la verim. Çünki həm vərdiş yaradır şagirdlərdə, həm də çünkidən sonra ən əsas səbəbi verməliyik. They are helpful, onlar faydalıdır because. Çünki şagirdlər dərslərdən kənarda öyrənə bilər. Ən əsas səbəb gətirdik. İlk olaraq bu dibin tələblərinə uyğun verilməlidir. Şagirdlərimiz, tələbəmiz, yəni mübtədamız da bu students olacaq. Students mübtədanı verdik. Dərslərdən kənarda öyrənə bilər. Burada da modal feil var. Öyrənir demir. Öyrənə bilər deyir. Öyrənmə learn isə öyrənə bilər, can learn. Bilər və ya bilir hissəciyə əlavə olunursa, deməli can əlavə olunmalıdır və ana forma feil. Can learn. Students can learn. Tələbələr öyrənə bilər. Qaldı nə? Dərslərdən kənarda. Kənarda burada sözün olduğuna görə, yəni in, on, at, for, with kimi sözün olduğuna görə kənarda dərslərdən yazacaq. Yəni kənardan əvvələ keçəcək. Kənarda da sözün olaraq əsasən nəyinsə kənarında olduqda outside deyilə bilər. Bir neçə sözün istifadə oluna bilər. Outside yazdıq. Outside dərslərdə lessons. Outside lessons. They are helpful, onlar faydalıdır because, çünki students can learn, tələbələr öyrənə bilər outside lessons, dərslərdən kənarda. Cümləmiz tamamlandı. Burada modal feil var idi, bunu da işarəyə alaq. Yəni, xırda texnikaları çalışacağım. İşarəyə alım, inşa yazdıqdan sonra təkrar onlara qayıdıb baxıb və ekran görüntüsü alıb onları yadda saxlaya bilərsiniz. Çünki ən önəmli məsələlər bu texnikalardır. Üçüncü cümlədə məsələn for example və for instance veririk həmişə. Bu səfər də for example verək. Məsələn, bir şagird rəsm klubuna qoşula bilər. Yəni, istənilən bir şagird mənasında bir şagird rəsm klubuna qoşula bilər. Bir şagird, mübtədamız bir şagird student verəcək. Student qoşula bilər xəbərimizi mübtədadan sonra hər zaman xəbər gəlməlidir. Qoşulmaq joindir, qoşula bilər can. Məsələn, bu səfər may də verə bilərik. Ümumiyyətlə, may ilə can bilər sözünün hissəci ilə qarşılıqlı ingilisdə. May əsasən ehtimal mənasında, icazə əsasən də ehtimal mənasında işlənir. Can amma ümumiyyətlə bacarmaq sətraltı mənasında işlənir. Təbii ki, burada may də vermək olar. Yəni, ehtimal mənasında sanki, yəni belə də ola bilər. Variantlardan biri budur. Buymuş kimi sanki vermək olar. May join. A student may join. Bir şagird qoşula bilər rəsm klubuna. Rəsm driving clubdır. Driving club. Təbii ki, burada article-da beləcək. Klub sayılan təqsim olduğuna görə article olmalı. A drawing club. For example, a student may join a drawing club. Burada da artıq may biləri may ilə verdik.
Əsas texnikamız budur. Geri qalanı təməl cümlə strukturuna aid olan mübtəda xəbər tamamlıqdır. Dördüncü cümlədə bu fəaliyyət daha doğrusu məktəb həyatını daha da maraqlı edəcək. Bu fəaliyyət mübtədamızdır. Birinci ingiliscə mübtədadan başlamalıyıq. This activity fəaliyyətdir. Məktəb həyatını daha da maraqlı edəcək. Daha maraqlı edəcək. Nəyisə maraqlı etmək, şad etmək, qəmgin etmək, nəyisə çevirmək, hiss olaraq əsasən make-li ifadələrdir. Maraqlı etmək make interesting-dir. Make-li ifadələrdən hər dəfə çox danışmışıq keçən inşalarda da. Hətta demişik ki, make ilə sifətin arasına tamamlıq girməlidir. İndi bu haqda da danışacağıq. İlk öncə burada edəcək, acaq edəcək, yəni gələcək zaman şəkilçisini qoymalıyıq. Will, bunu unutmayaq. Gələcək zamanda, yəni inşalarda yayğın olaraq istifadə olunan texnikalardan biridir. Çünki hər bir inşa yazıqda gələcəyə aid bir nümunəmi və ya faydamı danışmaq olar. Will make oldu artıq edəcək. Edəcək qaldı maraqlı. Will make interesting, maraqlı edəcək nəyi? Sonra tamamlığı verməliyik təbii ki, xəbərdən sonra. Nəyi? Məktəb həyatını. Amma make-li ifadələrdə make-lə sifətin arasına girməlidir tamamlıq. Yəni qayda budur. Ona görə məktəb həyatını sözünü school life, yəni məktəb həyatı school life-ı biz make-lə interesting-in arasına yazacağıq. Make school life. Interesting də yox, daha maraqlı deyir burada. Daha maraqlı more interesting-dir. More interesting. Təbii ki, sifətin əvvəlinə more və ya tək hecalılarda artırdıqda more, Azərbaycanda daha qarşılıq olan söz yaranır. Əla. This activity will make school life more interesting. 5-ci cümlədə klublara qoşulan şagirdlər adətən yeni dostlar qazanır. Klublara qoşulan şagirdlər. An-ən şəkilçisi, yəni təsvir etdikdə, təsviri cümlələrdə, nisbi əvəzliklərdə qoşulan şagirdlər kim ki qoşulur klublara? Hər zaman, hər inşada istifadə edirəm bundan, çünki çox önəmli cümlə texnikalarından biridir. Bu cümlə texnikası tərsdən hər zaman ingilis dilində yazılmalıdır. Klublara qoşulan şagirdlər kim ki, an-əni kim ki ilə, who ilə yazacaq. Şagirdlər kim ki qoşulur klublara və məsələn futbol oynayan oğlanlar kim ki futbol oynayır. Qara rəngdə olan kitablar hansı ki qara rəngdədir. Bu formada, yəni hər zaman sağdan sola ingilis dilində və an-əni who və which ilə, təbii ki cansızda which, canlıda who-dan istifadə edirik. Şagirdlər students və ya məsələn students gördünüz ki çox verdiniz, artıq onu daha ki learners'dən də vermək olar. Learners, məsələn, öyrənənlər. Kim ki qoşulur klublara. Qoşulur, yenə join yaza bilərik. Qoşulur klublara, clubs. Bu artıq oldu. Learners who join clubs. Öyrənənlər kim ki qoşulur klublara. Burada artıq an-əni biz who ilə verdik. Bunu da işarələyək, yəni bunu da yada salaq. Cümləyə sonda inşaya baxdıqda yenidən təkrar. Learners who join clubs. Öyrənənlər, yəni tələbələr kim ki qoşulur klublara, adətən yeni dostlar qazanır. Bilirik ki, adətəndir, always, həmişədir, usually, often. Bunlar adətən mübtəda xəbərin arasına girir. Biz mübtədanı yazdıq. Learners who join clubs. Adətən usually olacaq. Mübtəda xəbərin arasına girir. İndi xəbəri yazmalıyıq. Mübtədanı vermişik. Xəbərimiz olacaq, yeni dostlar qazanır yeni dostlar olacaq. Ümumiyyətlə, dost qazanmaq ingilis dilində bu bildiyimiz bizim gain, obtain mənasında olan qazanmaqdan deyil, make ilə verilir. Make bilirik ki, ümumi çox mənalı sözdür. Dost qazanmaq make friend və yeni dostlar deyəndə make new friend. Bu ingilis dilində artıq bizim dediyimiz qazanmaq yox, dost qazanmaq olduğunda dost edinmək kimi səslənir. Make new friends. Mübtədadan və xəbərdən ibarət, tamamlıqdan ibarət idi. Mübtəda learners who join clubs'dır. Make xəbərimizdir. New friends tamamlığımızdır. Hamısını yazdıq. 6-cı cümlədə bir çox şagird məktəb klublarında yeni maraqlar kəşf edib. Bir çox şagird dedikdə bir çox many də ola bilər. A number of da ola bilər. Yəni ümumi də verə bilər. Hər zaman many verirəm. Bu səfər a number of verdim. Həm söz artım baxımından, həm də yəni mənası bir sıra mənasında da əsasən bir sıra şagirdlər dedilir. Özü a number of-dan sonra many kimi cəm gəlməlidir. A number of students məktəb klublarında yeni maraqlar kəşf edib. Burada yenə edib, ib var. Keçən inşamızda yox, ondan əvvəlki səhv etmirəmizə inşamızda var idi. Hər inşada fərqli texnikalardan çalışıram, istifadə edim ki, eyni olmasın. Deməli, kəşf edib, ib şəkilçisi mış və ya ib şəkilçisinin ingiliscə qarşılığı indiki bitmiş formadır. Present perfect, yəni have, has üstəgəl feilin
edili forması və ya belə deyə bilərik, kökündən dəyişən üçüncü forması, yəni. Mübtədanın verdiyi a number of students, xəbərimiz olacaq kəşf edib. Kəşf etmək discover'dır. Amma kəşf edib olduqda discover'a ed artırırıq, əvvəlinə də have artırırıq. Bu artıq bir yerdə ib şəkilsinin qarşılığıdır. Yəni hadisənin nəticəsi göz önündəymiş kimi göstərir. Ümumiyyətlə bitmiş forma, indiki bitmişdən danışırsa, indiki bitmiş hadisə bitib, amma indi hal-hazırda nəticəsi göz önündədir. Azərbaycanda ib mışmışla əvəzlənir əsasən. Bunu yadda saxlamaq lazımdır. Çünki inşada 100% ki, ağla belə bir. Ümumiyyətlə bu indiki bitmiş forma nəinki inşada? İngiliscə danışıqda və ya ümumi yazılarda çox aktual olan məsələdir. İndiki bitmiş forma bəzən olmalı olduğu yerdə olmayanda cümlə tamamilə başqa məna və mənasız məna verir. Ona görə indiki bitmiş formanın mütləq şəkildə bilin, nəzərinizə saxlayın. ıb mışmış şəkilsi və ya hadisənin, məsələn, Azərbaycanda turizm son illərdə inkişaf edib. Burada artıq nəticə göz qabağından, ona görə have-lə və have improved, have developed verə bilərik. A number of, neysə, bu mübtəda xəbəri yazılır. A number of students have discovered. Bir sıra şagirdlər kəşf edib. Nəyi kəşf edib? Xəbərdən sonra tamamlıq gəlməlidir. Tamamlığımız olacaq yeni maraqlar. Yeni new'dur. Maraqlar interest. Yeni maraqlar kəşf edib məktəb klublarında. Məktəb klubu school clubs'dır. Dadə də in verəcək. In school clubs. Cümləmiz yəqin ki, tamamlandı. 7-də klublar şagirdlərə fərqli insanlarla işləməyə öyrədir. Mübtədamız burada klublardır, clubs. Xəbərimiz burada öyrədir. Normal, sadə, modal, feilsiz falan, adi xəbərdə öyrədir. Vərdiş halında olan bir hərəkət olduğuna görə sadə forma, daha doğrusu teach verəcək. S artırmırıq, çünki mübtədamız clubs cəmdir. Teach də xəbərdə cəm olmalıdır. Clubs teach. Klublar öyrədir. Nəyi, nəyə, kimi, kimə sualına cavab verən əsasən tamamlıqdır. Kimə öyrədir? Tələbələrə, students. Bəzən şagirdlər soruşur ki, burada students yazaq, yoxsa z artiklı verək. Məlum olan şagirdlərdən danışmırıq. Ağlımızda hansısa şagirdləri nəzərdə tutmamışıq. Ümumi şagirdlərdən danışırıq deyə z artiklı verməyə ehtiyac yoxdur. Clubs teach students. Klublar öyrədir şagirdlərə fərqli insanlarla işləməyi. Keçən inşalarda da həmişə deyirəm, bu ən çox deyil texnika, bu ən təməl qaydalardan biri hesab olunur. Feili birləşmələr ingilis dilində, yəni şagirdlərin baxış açısından çalışıram mən izah edeyim. Feili birləşmələr ingilis dilində tərsinə yazılır. Məsələn, biz futbol oynamaq deyirik, onlar oynamaq futbol deyir. Həmişə bu nümunəni gətirəm ki, buradan yadınızda qalsın. İndi burada da fərqli insanlarla işləmək yox, işləmək fərqli insanlarla. Yəni, bəzən belə birləşməyə rast gəldikdə çalışır şagirdlər birinci ardıcıl yazsın, fərqli insanlar yazır, sonra işləməyə yazır. Olmaz belə. Bu ifadələrdə, birləşmələrdə, birinci feili birləşmələrdə feil hər zaman önə keçməlidir. Clubs teach students. Klublar öyrədir şagirdlərə işləməyi fərqli insanlarla. To work. Ümumiyyətlə bilirsiniz ki, cümlədə ikinci feillər, xəbərdən sonra gələn ikinci feillər hər zaman to ilə yazılmalıdır. Ona görə biz də to ilə yazacağıq. Əsasən burada ing də olar, amma burada to work öyrədir nəyi? Yəni planlı bir hərəkət olduğuna görə to ilə versək daha yaxşı olar. Magmaq əsasən to'dur. To work fərqli insanlarla. Lalə burada ilədir. İlə ingilis dilində with olduğuna görə birinci söz önünə yazacaq. With fərqli insanlarla different people. Cümləmiz tamamlandı yəqin ki. Deməli burada qeyd edəcəyimiz məncə xüsusi bir texnik olmadığına görə nəysə qeyd eləməyə ehtiyac yoxdur. Ümumi izahatını verdik. 8-ci cümləyə keçirik. 8-ci cümlədə onlar həmçinin şagirdlərə gizli istedadlarını erkən tapmağa kömək edir. Onlar, mübtədamız onlardır, yəni əvvəldə danışdığımız məsələlərdir. They, onlar həmçinin şagirdlərə gizli istedadlarını erkən tapmağa kömək edir. Kömək edir burada olacaq. Xəbərimiz, mübtədadan sonra xəbər gəlməlidir ingiliscində. They help, həmçinin də var orada. Həmçinin. Bilirik ki, also da verə bilərik həmçinin. Əsasən mübtəda xəbərin ortasında işlənir. They also help. Onlar həmçinin kömək edir. Kimə kömək edir? Şagirdlərə. Students. Şagirdlərə kömək edir. Qaldı cümlə üzərinə Azərbaycan dilində nə? Tapmağa, gizli istedadlarını erkən tapmağını biz tapmağa gizli istedadlarını erkən yazırıq. Yenə bu feili birləşmədir. Gizli istedadlarını tapmağa, erkən tapmağa. İndi burada feili birləşmədə yenə feil əvvələ keçməlidir deyə. Biz burada find yazacaq. Niyə find-də biraz əvvəlki cümlədə olduğu kimi to ilə yazmadım, to-suz yazdım. Help-dən sonra əsasən gələn ikinci feil to ilə da yazıla bilər, to-suz da yazıla bilər. Ən çox yayğın olan to-suzdur. Biz də to ilə yazmadıq.
Help students kömək edir tələbələrə tapmağa gizli istedadlarını erkən. Yəni erkəni ən axırda yazırıq. Ümumiyyətlə zərflər əsasən axıra gedir. Find tapmağa gizli istedadları yox ha. Gizli istedadlarını, onların burada mənsubiyyət var. Their gizli hidden. İstedadlar da abilities verə bilərik, talents verə bilərik. Burada daha uyğun talents gedə bilər. Their hidden talents. Erkən də olacaq early. Burada bir məsələ var. Hidden məsələsi. İstəyirəm bu haqda danışım. Gizli istedadlarını. Gizli, hidden əslində sözün kökü hide'dir. Hide yazılır. Gizlətmək deməkdir və ya gizlənmək deməkdir. Üçüncü formanın feilləri üçüncü formada bir sifət kimi də işlədə bilərik. İstənilən bir feil. Məsələn, start başlamaqdır. Started və ya başlatmaqdır. Started başladılmış. Kimsə tərəfindən edilən bir hərəkətin sifət forması. Məhsul növdə olan feili sifət. Feili sifət 2 deyirik biz buna ingilis qrammatikasında. Məsələn, yazmaq write-dır. Yazan insan olduqda writing person olur. ING qoyduqda hərəkəti özü edən olur. Amma ed qoyduqda və üçüncü forma written olduqda isə kimsə tərəfindən edilən. Məsələn, writing yazandır, written yazılandır. Bütün feillərdə bu şəkilçilərlə feil sifət düzəltmə keçərlidir. Written yazılan, yəni kimsə tərəfindən. İndi burada hide gizlənmək, gizlənən var, bir də gizlənilən kimsə tərəfindən gizlənmiş kimi deyilir əsasən gizli istedadlar. Hidden talents, yəni burada üçüncü formanın əslində feili sifət yaratdıq biz. They also help students find their hidden talents early. Deməli burada qeyd edəcəyimiz məsələ yoxdur əsasən. Keçid 9-cu cümləyə. 9-cu cümlədə bəzi yarışlar il ərzində klublar tərəfindən təşkil olunur. Bəzi yarışlar, some competitions müsabiqələr verə bilərik. Bəzi yarışlar mübtədamızdır. Təşkil olunur. Burada passive voice var. Burada passive voice texnikası var. Kimsə tərəfindən təşkil. Biri var təşkil edir, bir də var təşkil edilir. Burada təşkil edir deyil, edilirdi. Yəni təşkil etmək organize-dırsa, edilir olanda to be V3. To be V3. To be yəni nədir? Are. Feilin üçüncü forması da olacaq. Ed artırdıqda, təbii ki, bu regular qaydalı feil olduğuna görə are organize-dir. Bir yerdə olunur, təşkil olunur. Yəni burada passive voice kimsə tərəfindən təşkil edildiyinə görə to be V3 yazılacaq. Bu məsələyə diqqət edin. Bəzən şahiddə some competitions organize yazır. Bəzi müsabiqələr təşkil edir. Müsabiqə özü təşkil edə bilməz. Edilə bilər kimsə tərəfindən. Ona görə to be V3 yazılmalıdır. Bütün feillərdə bu düstur, to be V3 düsturu kimsə tərəfindən edilən hərəkət olaraq passive yaradır. Nəzərinizdə qalsın. Bu yarışlar təşkil olunur il ərzində klublar tərəfindən. Təbii ki, biz birinci klublar tərəfindən yazırıq. Sonra il ərzində. Zamanlar hər zaman axırda işlənir. Klublar tərəfindən by-dır, by clubs. İl ərzində during the year. İl ərzində klublar tərəfindən təşkil olunur. 10-cu cümlədə baxmayaraq ki, also-dur. Baxmayaraq ki mənasında. Baxmayaraq ki, hər şagirdin kifayət qədər boş vaxtı yoxdur. Klublar yenə də faydalıdır. Burada mübtədamız hər şagirdin yoxdur. Vardır, yoxdur. Kiminsə vardır, yoxdur deyəndə həfəzlə veririk xəbəri. Vardır iki cürdür. Əsasən zeri-zera var, yəni haradasa nəsə var olduqda, amma kiminsə var, mənsubiyyət olduqda artıq xəbəri həfəzlə verəcək və mübtədamızda hər bir şagird olacaq. Hər bir şagird every studentdir. Every student. Everydən sonra tək gəlməlidir özdə. Every student, hər bir şagird sahibdir, həz. Yəni var deyəndə sahibdir olaraq əslində ingiliscəsində yazılır. Hər bir şagird sahibdir və ya sahib deyil. Burada belə də vermək olar. İnkar var burada uşaqlar. Doesn't. Apostrof tapdıq. Doesn't have də olar. Every student doesn't have. İndi axırda yazacaq burada bir daha təbii çıxması üçün bir məqamı diqqətinizə çatdıracağım. Every student doesn't have. Sahib deyil. Niyə burada have yazdıq, has yazmadıq? Çünki student tək olsa belə does artıq onsuz da tək xəbərdir. Xəbərin mübtədanın təkliyini bildirən xəbər artıq burada does-ı ikinci səvərdə have, has kimi tək vermək olmaz. Ümumiyyətlə do did does-dan sonra gələn feil ana formada gəlməlidir, şəkilsiz. Nə zaman, nə şəxs. Baxmayaraq ki, hər tələbə doesn't have, sahib deyil. Kifayət qədər vaxtda, kifayət qədər enough-dır. Vaxta deyəndə boş vaxta yazdım. Yəni, daha doğrusu burada boş vaxt verilib deyə. Kifayət qədər boş vaxta. Enough free time.
Burada hətta doesn't have yazıq. Məsələn, bu hissəni burada not every student versə daha təbii də olar. Belə not every student, doesn't-ı silsək təbii ki, have yerinə də has yazsaq. Not every student has enough free time. Yəni bütün tələbələrə aid deyil. Belə də yazmaq olar. İndi xəbərdə inkar yaratmaq üçün bu formada yazın. Bunu da işarələyim ki, inkar hissəciyimiz belə düzəldi. Enough free time. Hər bir şagird kifayət qədər boş vaxtı yoxdur. Baxmayaraq ki, hər bir şagirdin kifayət qədər boş vaxtı yoxdur. Klublar yenə də faydalıdır. Clubs. Yenə də ingilis dilində still sözü var. Still. Adətən xəbərlə mübtəda arasına girir və ya xəbərimizdə əmizar varsa, əmizarla ismin və ya sifətin əvvəlində gəlir. Clubs are still. Bu formada yazılacaq. Yenə də. Faydalıdır, bildiyimiz useful verəcək. Clubs are still useful. Klublar hələ də faydalıdır, yenə də faydalıdır daha doğrusu. 11-ci cümlədə. Bu səbəbdən keçən səfər because of this və for this reason yazıq, səhv eləmirəmsə. Bu səfər because of this yaza bilərik. Bu səbəbdən, buna görə də, bunun səbəbindən, bunun ucbatından mənasındadır because of. Because of this, bu səbəbdən klublar şagirdlərə sadə tapşırıqlar verməlidir. Clubs mübtədamız verməlidir. Vermək give-dir, malı məli də should. Tövsiyə xarakterli olduğuna görə should give verməlidir. Malı məlinə burada işarə eləyə bircə saniyə. Should give verməlidir. Kimə verməlidir? Şagirdlərə birinci şəxs tamamlığını yazacaq, verməlidir şagirdlərə. Nəyi verməlidir? Sadə tapşırıqları. Sadə tapşırıqlar verməlidir. Sadə, simple tapşırıqlarda tasks olacaq. Cümləmiz bitdi. 12-ci cümlədə ümumiləşdirsək to sum up-dır əsasən. To sum up. Məktəb klubları şagirdləri daha aktiv edir. Məktəb klubları, school clubs daha aktiv edir. Yenə edir, necəsə edir, sifətlə etmək olduqda xoşbəxt edir, aktiv edir, maraqlı edir, gözəl edir. Make-li ifadə verir və hər zaman deyirəm, bu inşanda əvvəldə dedim, make-lə sifətin arasına girməlidir tamamlıq. Edir, belə olmalıdır Azərbaycanda arzlar. Edir şagirdləri daha aktiv. Edir make-i verdiyi şagirdləri, students daha aktiv, bildiyimiz aktivdir. Daha olduqda isə more aktiv olacaq. Və salam. Burada da işarələyək daha da müqayisə dərəcəsi 2 dənə artıq inşada işlədik. Birincini işarələmədik, amma ikincini işarələyək. Və salam, bu qədər. Təşəkkürlər diqqətiniz üçün. 5-ci inşamızı da tamamladıq.